Radionun tamaşa salonu. Bugün sizə görkəmli Misir yazıçısı Yusif Əs-Sibainin Riyakarlıq Dünyası povestinin radyo tamaşasını təqdim edirik. Əsərdə müstəmləkə zülmü altında əzilən xalqların vəziyyəti əks olunur. Mənəvi keyfiyyətləri küllalında və tək-tək satıram. Necə? Mənəvi keyfiyyətləri küllalında və tək-tək satıram. Bu nə dükandır belə? Barakallah. Görünür kimdirsə avamları tələyə salmaq üçün bir kələk işlədir. O yəni həqiqətən elə fikirləşir ki, malına tamağı düşən tapılacaq. Salam Hacı. Aleyküm salam. Salam, işlər necə gedir? Allaha şükür. Bəs al verin necə? Belədir də, malımı alan yoxdur. Amma özün görürsən ki, bu cür malı satmaq özü savab işdir. Necə bir şey getmir? Kim bilir? Yaxşı, baxmaq olar nə satırsan? Niyə olmur? Məsələn, bax bu kisədəki cəsarət tozudur. Nə tozu, nə? Cəsarət? Oğlum, zarafata nə mənim halım var, nə vaxtım. Gülmək üçün başqa yer axtar tap. Əgər heç nə almayacaqsansa, xahiş edirəm, çıx get. Zarafat nədir canım? Elə bilirsən, veyl dükanları gəzməkdən başqa işim yoxdur. Dükana girib mala baxıramsa, deməli, almaq fikrindəyəm. Bu kisədən bir funt çək görüm. Funtla satmıram. Onda bir oqqa ver. O cürdə satmıram. Bəs necə satırsan? Möhlətlə. Misal üçün, cəsarəti bir günə, 10 günə istəsən, ömürlük ala bilərsən. Yaxşı, 10 günlük cəsarətin haqqı nə qədərdir? Sonra haqq hesablaşarıq. Yaxşı, ver görək, ver. Buyur, bu da 10 günlük cəsarət tozu. İstifadə qaydası çətin deyil. Tozu bir stəkan təmiz suda yaxşıca qarışdırıb içirsən. Qorxu bələmə, sənə ziyanı dəyməz. 5-10 dəqiqəyə təsirini görərsən. Təsiri necə olur? 10 gün ərzində əməlli başlı cəsarətli olacaqsan. Bəyənsən, möhlət bitənəcən, bir də gələrsən, o tozdan yenə verərəm apararsan. Hacı, tozun tərkibində zəhərli maddə yoxdur ki. Nə? Zəhərli maddə? Hə də. Mənəvi keyfiyyətlər satıcısına utanmırsan, belə sual verirsən. Allah özü günahından keçsin. Qaytar o tozu. Özdə xahiş edirəm, çıx get. Hacı, hirslənmə hacı, zarafatdır da. Amma müştərilərlə gərək xoşrəftar, səbirli olasan. Nə əcəb səbir tozu yoxdur səndə? Var, niyə yoxdur? Bəs onda niyə içmirsən? Belə bilirsən içmirəm, içirəm. Yoxsa cəmaatın almaq istəmədiyi malların arasında ömrümü çürütməyə səbrim çatardı. Gör neçə vaxt ki, səmimilik, ürəyi açıqlıq, təmənnasızlıq, qonaqpərvərlik, səbir, alicənablıq tozları ilə dolu kisələrlə əhatə olunmuşam. Bu mallara heç kim gözünün ucu ilə də baxmaq istəmir. Səbir kisəsindəki tozdan az-az işlətməyə başladım. Görürsən, kisə boşalmaq üzrədir. O biri mallar isə necə var idi, eləcə də qalıb. Hacı, sən ömrünü boş şeyə sərf edibsən. Bəli. Əgər dediklərində həqiqət varsa, bu möcüzəli mənəvi keyfiyyətlərin dadına niyə özün baxmayıbsan ki, bütün insanlardan üstün olasan, hə? Yəni bu tənhalıq, xiffət səni bezdirməyib? Kim sənə deyib, öz malımın dadına baxmaq ağlıma gəlməyib. Bəlkə
Fikirləşirsən işim gücüm indiyəcən oturub sənin məsləhətlərini gözləməkdən ibarət olub. Hacı, Qulaq as dost. Xeyirxah adam oxşayırsan. Əyləş bu kisənin üstündə, mən də başıma gələnlərdən söhbət açım. Səni əhatə eləyən kisələrin dadına baxmışam. Cəsarətində, insanlara məhəbbətində, fədakarlığın da dadı mənə bəllidir. Fikrimdən həmişə xoş niyyətlər keçib. Amma nə faydası? Mən də bu keyfiyyətlərin sayəsində insanı əl çatmaz yüksəkliyə qaldıracağımı zənn edirdim. Digəl, oxundaşa dəydim. Bütün ümidlərim puç oldu. niyə? Bəlkə düşünürsən cəsarət, alicənablıq, gözü toxluq indiki vaxtda insanı yüksəldir. Ya da elə bilirsən indiki yüksək adamlar bu yüksək keyfiyyətlərə malikdir. Bəs necə hacı? Onda bağışla mən oğul, axmaqsan. Necə? Əgər belə olsaydı, müştəri sarıdan heç korluq çəkərdi. Hacı, vəziyyət sən deyən kimidirsə, niyə başqa mal satmırsan, ha? Məsələn, yalan, tamah. O cür mal çox qalmır. Bu dükanı açanda cürbəcür mal var idi. Camaat qorxaqlığa, hiyləgərliyə, yalana daraşdı. Riyakarlığı bir-birinin əlindən qapdılar. Basa-basta bir neçəsi ayaq altda qalıb əzildi. Hökumət işi belə görüb, dükanı bağladı. Olan qalan riyakarlığı müsadirə elədi. Sonra dövlət özü tanışlıqla onu bölüşdürməyə başladı. Camaat narazı qalıb payını tələb elədi. Riyakarlıq tozu çox az qalmışdı. Amma dövlət vəziyyətdən çıxdı. Tozun qalanını hamının su içdiyi çaya boşaltdı. Beləliklə hər kəs az da olsa öz riyakarlıq payını aldı. Riyakarlıq həmin sudan içənlərin canına hopdu. Bununla da üzərində gəzdiyimiz torpaq riyakarlıq dünyasına çevrildi. Belə de hacı. Neynək? İndi növbə mənimdir. Verdiyim bu cəsarət tozunu aparım içim. 10 gündən sonra başıma gələnləri sənə danışarım. Özün bil oğul, mən səni xəbərdar elədim. Qalanı öz işindir. Sağ olun hacı. Allah amanında oğlum. Mən getdim. Xudahafiz. Xudahafiz. Salam. Salam. Yatıp yuxuya qalmışım. İndiyəcən işə gecikdiyim olmazdı. Rəis 5 dəfə səni yanına çağırıb. Sənin gecikdiyini ona xəbər verib. Neynirdi məni? Demədi. Nə bilim valla. Gedib görərsən. Nazirliyimizin departament başçısı İbrahim Əbdülmütəlin deyəsən səninlə arası sazdır. Rəis mübaliğəsiz deyə bilərəm ki, səni bütün məmurlarla çox istəyir. Əlbəttə yaxşı işlədiyinə görə yox, onu yaxşı başa düşdüyünə görə. İbrahim əfəndi son dərəcə tənbəl və kütbeyindir. Ən əsas və yeganə işi elə kağız-çuğuza qol çəkməkdir. Mən sənədlərlə rəisin yanına gedəndə ilk növbədə onun keyfinin səviyyəsini öyrənməyə çalışıram. Çünki sənədə qol çəkib çəkməyəcəyi keyfindən asılıdır. İşin mahiyyəti isə onu heç maraqlandırmır da. Görsəm ki, əfəndi hirslidir, sənədləri kənara qoyub hörmətlə salamlaşıram. Tez onun 3 sevimli mövzusundan biri barədə söhbət salıram. Birinci mövzu rəisin keçmişinə aiddir. Bunu azı 100 dəfə mənə danışıb. Mənə də. Rəisin ikinci sevimli mövzusu vəzifə barədə idi. Son dərəcə bacarıqlı, zəhmətsevər olmasına baxmayaraq, onunki gətirmir, ondan istedadsızlar isə onu ötüb keçiblər. Niyə belə olur? Ona görə ki, düz adamdır, fikrini açıq deməkdən çəkinmir, yaltaqlığı yoxdur. Rəis bunları dedikcə,
Təsdiq eləyirəm. Hərçənd çox yaxşı bilirəm ki, onun kimi yaltağı, ikiyüzlünü axtarsan da tapmazsan. Üçüncü mövzu ailə həyatına, daha dəqiq deyilsə, rəisin qiymətli zövcəsi ilə münasibətlərinə aiddir. Rəisimdən qorxduğum üçün həmişə ona yaltaqlanmışam. Kifayətdir, daha istəmirəm. Axı indi cəsarətliyəm. Haqqında nə fikirləşdiyimi o axmağa gərək günü bu gün deyəm. Necə? Necə? Salam, İbrahim əfəndi. Məni çağırıbsınız? Hansı cəhənnəmdəsən? Biraz gecikmişəm. Niyə? Yuxuya qalmışdım. Niyə yuxuya qalmısan? Gec yatmışam. Niyə? Nə borcuna? Yaxşı, bir otur söhbətləşək. Bu arvadla yaşamaq dözülməz dərəcəyə çatıb. Dünən Nübara getmişdim. Biraz oturub Əbdülhəmid bəylə nərdə oynadıq. Saat 8-də araq gətizdirdim. Onu içib çıxdım. Çıxıb Şərq kazinosuna getdin, rəqqasə kiki ilə vaxtını xoş keçirdin, sonra kefi kök evə yollandın, arvadın 7 mərtəbə söyüşlə səni qarşıladı, az qaldı ki evdən qovsun. Düz danışdım, bir şey yadımdan çıxmadı ki. Axı bütün bunların mənə nə dəxli? Nə qədər eşitmək olar, arvad belə elədi, sən belə elədin, ikiniz də lənətə gələsiz. Yekə kişidir, bu boyda vəzifəsi var, barları, kazinoları üstlənir. Rəqqasələrlə oyundan çıxır, evə də it günündə qayıdır. Hələ arvaddan da şikayətlənir. Bunların hamısını çoxdan bilirəm, çoxdan. Qulaq as gör mən nə deyirəm. Səni kimi avaranı çıraqla da tapmaq olmaz. İş vaxtının 4/3-ünü boş söhbətlərlə keçirirsən, öz vəzifən barədə fikirləşmirsən də. İş gücün də arvadından ya da taleyindən şikayətlənməkdir. Dostlarından biri paşa oldu, o biri nazir mavini, sən isə hələ də departament başçısısan. Allah hoşuk elə, sənə bu da çoxdur. Sus! Bir buna bax. Deməli, belə cəsarətlənmisən. İndi baxarıq. De görüm, hələ bu nə kağızdır? Məmur İbrahim Əbdülvahidin dul xanımı Zöhrə Əbdülhəmidin işidir. Dövlətdən xahiş eləyir ki, mərhum ərinə görə onun təqaütündən çıxılmasın. Çünki sonra qalan 4 funta bir ayda dolanmaq mümkün olmayacaq. Qovluq dərkənarlarla, imzalarla qaralanmış kağız-çuğuzun çoxluğundan şişib. Necə də şişməsin? Axı ərizə 2 il bundan qabaq verilib. Qovluq nazirliyin dəhlizlərini gəzir, stollarda tozlanır, şkaflarda küllənir. Sənə nə? Müraciəti bir baş nazirin otağına özüm apardım. Onu da deyim ki, bu müqəddəs yerin olduğu dəhlizə əvvəllər yaxın düşməkdən belə çəkinirdim. Amma bugün onun yanına cəsarətlə getdim. Tam arxayınlıqla qapını açıb içəri girdim. Nazirə yaxınlaşdım. Müraciəti verib qayıtdım. Burada nə var ki? Dəli olubsan nədir? Al oxu. Gör əvəzində nazir nə yazır. Baxın. Aha. Ağlının yerində olub olmadığı yoxlansın. Könlünə yatdı. Öz başınalığın sonu budur. Nə olub ki? Bundan artıq nə olacaq? Gözlə görək sənə nə eləyirik. Gərək həkimə göndərək səni, Betaç əfəndi. İşidirəm, rəis. Qulaq as, zəng çal, maşın gəlsin. Bu başı boşuna ağlını yoxlamaq lazımdır. Hələlik isə aparın onu salın otağa, qapını da bağlayın. Gəl görüm, döş qabağa. Gəl görüm. Siz nə danışın? Gəlirsiniz siz.
Əziz, salam. Qardaş, mənə kömək elə. Salam. Kim səni bu hala salıb? Kömək elə. Nə lazımdır? Su verin. Yox, Aspirin necə? yox. Başa sal görüm sənə nə olub, nə istəyirsən? Mənə biraz Nə verin? qorxu. Qorxu? Cəsarətim məni məhv edəcək. Dükançı deyəndə ki, onun malları heç kimi maraqlandırmır, inanmadım. Cəsarət bir günə məni gör nə hala saldı. Qalan 9 gündə başım nə çəkəcək? Yox. Yox, bu da bəsdir. Yalvarıram, heç olmasa bir çimdik qorxu tozu gətir. Mənim vəziyyətimi dükançıya danış, Allah xatirinə onu yola gətir, de ki, halı pisdir, möhkəmcə döyülüb, işdən qovulmaq təhlükəsi var. Nazir tapşırıb ki, ağlının yerində olub olmadığı yoxlanılsın. Qoy dükançının mən bədbəxtə rəhmi gəlsin. Heç vaxt cəsarətli olmamışam, olmaq da istəmirəm. Qoy yaxşı-yaxşı baxsın, bəlkə mənim üçün bir az qorxu tozu tapa bildi. Bax, istəyirsən döy, istəyirsən qılığına gir, amma qorxu tozu qopar ondan. Əziz, qopar ondan qorxu tozu. Yaxşı, yat dincəl. Qorxu tozu gətirərəm, düz deyirsən. Cəsarət təhlükəli şeydir. Əzizim, sakit ol. Dincəl. Yaxşı, onu hardan alacağını bilirsən? Niyə bilmirəm? Hər bazarda var ondan. Darıxma. Sənin dərmanını tez taparam. Ay axmaq. Qorxu dərmanını hansı bazarda görmüsən? Bəlkə məni doğrudan da dəli hesab edirsən, hə? Başa düş, ağlım yerindədir. Toz içib cəsarətli olmuşam. Amma indi cəsarət ağılsızlığa bərabərdir. Düz deyirsən vallah. Bax, o dükan bizim küçənin qurtaracağında, sağ tərəfdə, qollu budaqlı əncir ağacının yanındadır. Dükançı yaxşı adamdır, dərdimin əlacını göndərər. Əgər gətirməsən, cəsarətin təsiri qurtarana qədər evdə oturmağa məcburam. Fikirləmə qardaş. Dedim gətirərəm. O cür işə gedən maldan dükanda qalmaya bilməz. Gözlə qardaş. Gedim dərmanı alam. Ay sağ ol. Bu saat. Ay. Qapını açarla bağladı ki, hay satqın. Deməli o da mənə dəli gözü ilə baxır. Hay əclaf. Hər şeydə mənimlə razılaşa qapını üzümə bağlayıb getdi. Əziz, aç qapını. Əziz, qadan alım, aç qapını. İşlər pisdir. Yəqin məni dəli kimi qələmə verəcəklər. Gör cəsarət başıma nə oyun açdı. Qorxaq vaxtlarım olsaydı, ağlımı itirmədiyimi rahatca sübut eləyərdim. Riyakarlıq, yaltaqlıq, xırda siyasətçilik bacarığımı işə salardım. İndi mənim üçün kədərli sayılan bu əhvalatın nə ilə qurtaracağını Allah bilir. Dəliliyin barədə şaya yaylanacan aradan çıxmaq lazımdır. Həmin tanış dükançıdan gərək özüm xahiş eləyim mənə əvvəlki vəziyyətimə qaytarsın. Aha, pəncərədən gedəcəyəm. Ölürəm qardaş. Yerdən götür məni. Nə olub, nə xəbərdir? Cəsarət axırıma çıxdı. Cəmi bir gün keçib ki. Elə dəhşət ondadır da. Bu bir gündə başıma nələr gəlmədi. Az qala ayağımı sındırmışdım. Ağlımı itirmişdim. İşdən də qovurlar. Bəlkə heç evə də qoymadılar. Hamısı da bir gündə. Qalan 9 gün gözümə durub, kifayətdir. Kifayətdir, hacı, xilas elə məni, xilas elə. Yaxşı, günah özündədir. Nə dəxli var,
Günah kimdədir? Səndə ya məndə. Tək lənətə gəlmiş cəsarətdən tez yaxa qurtarım. Rəhmin gəlsin hacı. Mən neyniyə bilərəm? Qorxu tozu ver mənə. Adi adam olmaq istəyirəm hacı. Adi. Yaxşı da, demişdim axı. O mallardan bir kimlikdə qalmayıb. Nə qorxaqlıq, nə riyakarlıq, nə də ki, yaltaqlıq tozu yoxum. Necə? Hamısı satılıb. Hacı, qadan alım yaxşı bax əzizim. Kisələrin arxasına bax, altına bax. Bəlkə o tozdan az da olsa belə bir çimdi yerə tökülüb mən görməmsən. Dedim ki, yoxdur da. Dükanıma yaxşı bələdim. Gərək bir təhər dözəsən. Vay vay vay, əgər cəsarət xəstəliyindən sağalmağa ümid yoxsa, icazə ver qalım 9 günü burada sənin yanında keçirim. Gözüm üstə yerim var. Amma ağlıma bir şey gəlib. O nədir elə? Cəsarətdən yaxa qurtarmaq üçün onu başqa keyfiyyətlə əvəz eləyəsən. Əla! Əla! Yaxşı qışqırma. Əla cəsarətdən savayın, nəyə desən dözərəm hacı. Bax bu kisədən ver gəlsin. Oradakı səxavət tozudur. Lap yaxşı, lap yaxşı. Bir xahişim var. Buyur. Olar onu burada için. Evə cəsarətli qayıtmağa qorxuram hacı. Yenə əlimdən xata çıxar. İşte məndən nə gedir? Al. Bu da su. Al. Nə xəbər? Yavaş-yavaş da. Hacı, indi oldum səxavətli. İnsanların kədərinə, əzab əziyyətinə, istirablarına son qoymaq istəyirəm hacı. Səni tənha, kədərli görmək istəmirəm qoca. Gərək səninlə dostlaşam, dərdinə şərik çıxam. Ömrümün axırına qədər də belə olacaq, əziz dost. Xoş sözlərin üçün çox sağ ol bana. Amma mənə kömək lazım deyil. Tək yaşamağı öyrənmişəm. Bir də ki, vur tut 9 gün səxavətli olacaqsan. Ona görə də ömürlük vəd ilə əl qolunu bağlama. Get bala, get. Allah sənə yar olsun. Kimdir? Mənəm. Mən yəni kim? Məhəmməd əfəndi evdədir. Evdədir. Məhəmməd. Ay Məhəmməd. Səni soruşurlar. Kimdir ha bala? Ha, gəl içəri. Gəl. Xoş gəlibsən. Çox sağ olun. Buyur da, buyur keç otur. Hələ bu tərəflərə gəlmişdim. Dedim ki, bir sizə də baş çəkim görüm nə var, nə yox. Böyük oğlunuz necədir? Oxuyur? Mahmud Hə. oxuyur. Necə oxuyur? Oxumağına yaxşı oxuyur. Bundan artıq nə tələb edə bilərik Mahmuddan? İndi iş bizdən asılıdır. Bizsə dərslərin haqqını ödəyə bilmirik. Nə qədər lazımdır ki? 20 funt. 20 funt? Bəli. Bir dəqiqə baxım görüm. Aha. Düz 20 funtum var. Al Məhəmməd. Mahmudun təhsil haqqını ödəyərsən.
Qoy kursu arxayın qutarsın. Qorxuram axı. Bu qədər pulu tezliklə qaytara bilməyim. Yaxşı gərək. Bu nə sözdür? Heç nə qaytarmaq lazım deyil. Belə səxavətin əvəzini necə çıxım? Sən bizə 20 funt yox, oğlumuzun gələcəyini bağışladın. Ömrüm boyu sənə borcluyam mənim ağam. Bu xeyirxahlığını heç vaxt unutmaram. Bu nə sözdür Mahmud? Universiteti müvəffəqiyyətlə bitirsən, elə borcu sənə bağışlayıram. Danışdıq? O barədə özüm arxayınam. Amma yenə sənə borcluyam. Yaxşı, sabah dərsə gedəcəksən? Ana, bəs kostyum necə olacaq? Kostyum? Nə kostyum? Bəsdir pıçıldaşdınız. Bir şey fikirləşərik. Bugün səhər Mahmudun adam arasına çıxılası yeganə kostyumunu köhnə külüşçüyə satdıq. Pulumuz tamam qurtarmışdı. Onun da təsirini davam etdirmək ümidindən əlimizi üzmüşdük. Əlacsız qalıb kostyumu satdıq. Daha nəyinə lazım idi? İşə bax, sən Allah. Yarı qiymətinə verdik. Yaxşı, yaxşı. Fikir eləməyin. İndi biz ona bir yaxşısını tapana qədər atasının kostyumunu geyər. Bəs mən adam arasına nə geyim çıxım? Onun da çarəsi var. Al Məhəmməd, al gey mənim kostyumumu. Yox ağam. Evimdən çırpaq çıxmağına razı olmaram. Oğlum üçün bir şey fikirləşərik. Utanım yerinizə. Kişini soyundurdunuz. Eybi yox. Onsuz da mənim kostyumum çoxdur. Hələlik bir paltar zad verin, geyim, sonra qaytararam. Sənin xeyirxahlığın qarşısında təşəkkür üçün söz tapa bilmirəm. Əgər öz kostyumunu mənə vermək qərarına gəlibsənsə, onu sonra nökərlə də göndərə bilərsən. Amma bizdə geyimli bir şey yoxdur. Görürsən, özüm də köhnə arvad paltarı geymişəm. Eybi yox. Arvad paltarı geyərəm. Təkissin şiir düzəlsin. Çox sağ ol. Görürsən arvad. Allah canı uzaq eləsin. Çox sağ ol. Yaxşı. Ağlama Məhəmməd, ağlama. Bu dəfə sənə nə olub? Bu da cəsarət tozunun təsiridir? Qorxma canım. Yox. Cəsarəti səxavətlə dəyişmişəm. Sürücü də səni bu görkəmdə maşına götürüb? Piyada gəlsəydim nə olardı? Bu ki biabırçılıqdır. Nə biabırçılığı canım? Sənə kim dedi ki, küçədə arvad paltarında gəzmək biabırçılıqdır? Ay axmaq. Arvad paltarında gəzməklə kimə ziyanım deyir, Ya hərbi paltar geyim, ya arvad paltarı, ya da elə döşək yağı, ya bürünüm. Fərqi yoxdur. Həmin adamam ki varam. Bu sadəcə olaraq xarici qiyafədir. İnsanın daxili aləminə heç bir dəxli yoxdur. Başa düşürsən? Bunu başa düşdüm. Bəs kostyumun hanı? Belə vəziyyətdə birbaş içəri girmək istəyirsən? Kostyumu bağışlamışam. Nə? O biri sualın isə mənasızdır. Nədən qorxmalıyam? Əsas iş orasındadır ki, mən səxavətli adamam. Əgər səxavət adamı utandıran qüsurdursa, onda səninlə razıyam. Mən əclafam, səxavətin məni bu hala saldığına görə xəcalət çəkməliyəm. Amma bu belə deyil. Mən indiki görkəmimlə fəxr edirəm. Bu nə gündür düşübsən?
Hara getmişdin, hə? Məhəmməd əfəndigildəydim. O kimdir elə? Əzizim, anamın dayısı arvadının, əmisinin, doğmaca xalası nəvəsi Məhəmmədi tanımırsan. Ona nə olub əziz? Bəlkə başına hava gəlir. Onun başına hava gəlir. Allah sənə ağıl versin. Nə hayküydü? Səni bu kökə kim salıb bala? Atasının, əmisi arvadının, bibisi nəvəsi Məhəmməd əfəndigildəymiş. Ay vay, belə dağ olar, belə dağ yalan olar. Yəni Məhəmməd əfəndigildə arvad paltarında qayıdırlar. Elə bilir, o dedi, biz də inandıq. Hə, hansı arvadın yanından gəlibsən, hə? Bax, hardan gəlibsən, elə orada gedə bilərsən. Sakit ol gözümün işığı. Qulaq as, hər şey yerli yerində sənə danışım. Üzə bax, adamı arsız səkitləşdirməyinə bax. Bəli də, kişilərin hamısı bundan sonra halalca arvadın yanına məşuqənin gecə köynəyində qayıtsalar nə olar? Niyə uydurursunuz? Məşuqə nədir? O dəqiqə bilinir ki, səxavət, xeyrxahlıq bu ölkədə işə getmir. Xeyrxahlıq sizcə cinayətdir? Ehtiyacı olana kostyumumu da verə bilmərəm. Nə? Deməli kostyumu ehtiyacı olana veribsən. Bəs bu gecə köynəyi kimdən alırsan, hə? Bu kimdir? Ehtiyacı olanındır da. Görmürsən, axır 2 gündə ehtiyacı olanlar gecə köynəyində gəzirlər. Yox, adam sizinlə doğrudan da ağlını itirər. Ay arvadlar, bəlkə fikirləşirsiniz ki, yer üzündə daha xeyrxah yoxdur. Yoxdur. Sizcə oğlunun təhsil haqqını ödəmək üçün Məhəmməd əfəndiyə bir neçə fund vermək cinayətdir. Əgər biri kasıb ev yelərinin qəlbinə dəyməmək xatirinə çılpaqlığını gizlətmək üçün onlardan gecə köynəyi alıbsa, bunun nəyi biabırçılıqdır, nəyi? Utanım yerinizə! Bəs sizə demirdim ki, dəli olur? Əvvəlcə məndən qorxu tozu istəyirdi. İndi də arvad paltarı geyib. Yaxşı. Gedin öz otağınıza. Mən onu sakitləşdirim, gedin. Əzizim, sən arvadlara fikir vermə. Xeyirlə şəri ayıra bilmirlər axı. Egoistlik şuurlarını dumanlandırıb. Məhəmməd üçün, onun oğlu üçün elədiyin göstərir ki, sən kamillik mücəssəməsisən. Əzizim, keç otağına dincə. Yox. Deməli, yenə qapını üzümə bağlamaq istəyirsən. Yəqin bu dəfə pəncərədən qaçmağımın da qeydinə qalacaqsan. Həm də bir daha pəncərədən tullana biləcəyimi arxayın deyiləm. Amma dəlixanaya düşmək də könlündən keçmir. Çək əlini. Dayan. Çək. Dayan. Hara qaçırsan? Dayan. Bircə tez o dükana çataydım. Kifayətdir. Nə cəsarətli, nə də səxavətli olmaq istəmirəm. Bu xeyrxah keyfiyyətlər mənə evdəkilərin qəzəb və nifrətini, cəmaatın istehzasını qazandırdı. Gəl. Bu sənsən? Yəni belə dəyişmiş, hə? Kim səni bu günə qoyub? Sənin səxavətin, mənim ağam. Buna səxavətli nəsin? Bir bədbəxtə kostyumu bağışlamalı oldum. Əvəzində gecə köynəylə başqa heç nə tapılmadı.
Allaha şükür elə ki, sağ-salamat qurtarıbsan. Yaxşı. İndi bu xeyirxahlıqdan yaxamı necə qurtarım? Keçən dəfəki kimi paklıq, düzlük, sədaqət tozlarının hansından istəyirsən iç. Həmin an səxavətdən yaxanı qurtara bilərsən. Nə? Yağışdan çıxıb yağmura düşün. O keyfiyyətlərin hamısı məni yeni cəfaya, bəlaya salacaq. Niyə özümü gülünc vəziyyətə qoymalıyam ki? Başqa əlac yoxdur. Mən neyniyim bəs? Özün bilərsən. Səni xəbərdar eləmişdim, qulaq asmadın. İndi keyfinə bax. Bir neçə gündə dözəsən gərək. Necə? Qəddar, zalım, nankör. Adamların arasında bir neçə gündə xeyirxah olun. Həvəsli bəsdir. Ondan sonra burada. Bax, burada sənin gözün qabağında özümü öldürəcəm. Baba, özünü öldürəcəm. Dayan görmə, nə xəbərdir? Allahu Ekber. Birinci dəfə bura gəldiyin günə daş düşəydi. Nə günahın sahibiyəm? İndi neyniyim axı mən? Neyniyəcəksən ki? Tozun təsiri bitənəcən burada qal. Burada qalım. Yox, qorxuram səni narahat eləyim. Əşi, bir təhər dözərəm. Bəs yeməyin ikimizə çatmaz axı. Çatar. Quru çörəklə suya nə gəlib? Daha sualın yoxdur ki. Bir sual da vereyim. Vəssalam. Baba. O kənarda ayrıca duran kisədə nə var? Oradakı ən yaxşı keyfiyyətlərin lap güclü təsir qüvvəsinə malik olan tozudur. Onun xırdaca hissəsi kifayətdir ki, insanı ömrünün axırına qədər yer üzünün ən xeyirxah məxluquna döndərsin. Əgər kisədəki tozun hamısı çaya boşaldılsa, oradan su içənlərin hamısı həqiqətpərəst, səmimi, ədalətli, cəsarətli olar. Onda yer üzü başdan başa cənnətə çevrilir. İnsanlar bir-birindən xeyirxah olmağa can atarlar. Belə. Bak səni aparıb çaya boşaldacağım. Qoy planet öz simasını dəyişsin. Xeyirxah əməllər, saf ürəkli insanlar bütün bəşəriyyəti bürüsün. Qorxaq, cəsarətli, xəsis səxavətli, riyakarsa səmimi olsun. Daha gecdir, yatmaq vaxtıdır. Görəsən, kisə çaya boşaldılsa, cəmaata nə olar? Planetin riyakarlıq maskası yırtılsa necə? Kim bilir? Hərdən istəyirəm yoxlayım. Bəs nə saxlayır səni? Nə saxlayır? İnsanlara yazığım gəlir. Onların üzündən riyakarlıq maskası götürülsə, nələr baş verə bilər? Əvvəl nə olduqlarını görüb, dəhşətə gələrlər. Riyakarlıq hər şeydən sərfəlidir. Həyatın ağırlığını yüngülləşdirir, çirkli tərəfini ört-basdır eləyir. Riyakarlıq adamlara şəri xeyir saymaq üçün, öz səhvlərinə, axmaq hərəkətlərinə göz yummaq üçün verilib. Yox, düz demirsən. Dəvə quşu kimi xoşuna gəlməyəni görməmək üçün başını qanadının altında gizlətmək istəyirsən. Səncə riyakarlıq həyatın ağırlığını yüngülləşdirir. Bununla ağırlıq yox olur, ya riyakarlıq şəri məhv eləyir. Nə fərqi var? Şəri görməyəsən ya da məhv eləyəsən. Bunun nə fərqi var? Məncə fərqi var. Fərqi yoxdur. Axı insan həyatı saadət, sevinç, kədər, bax bu kimi adlar daşıyan xam xəyallar üzərində qurulub. İnsan şəri sadəcə olaraq görməmək istəyir. Bir dəfə xəbəri ola aldanmaqdansa, 100 dəfə xəbəri olmadan aldanmaq ona daha xoşdur. Həyatın çirkinliyinə qarşı mübarizə aparmaq lazımdır. Həyatın zülmətini aydın təsəvvür etmək insan üçün faydalıdır. Bu, zülməti aradan qaldırmağa imkan yaradır. İnsan həyatın haqsızlıqlarına açıq gözlə baxsa, onların çoxluğundan dəhşətə gəlib özünü öldürməz, əksinə
mübarizəyə başlayar. İndikindən daha təmiz, daha xeyirxah olar. Oğlum sözlərində həqiqət çoxdur. Hər halda təhlükəli fikirlər də yox deyil. Odur ki, gərək kisəni başımın altına qoyum. Yoxsa gözümə yuxu getməz. Qorxuram zarafat aparıb çaya boşaldasan. Nəticəsi çox pis olar. Tutulsan, bizə ağır cəza verərlər. Sənə cinayətkar kimi, mənə də vasitəçi kimi. Bizi nədə günahlandırırlar? Deyərlər ki, qadağan olunmuş mal saxlayırıq. Axı ən dəhşətli xəstəliklərin törədisi qüvvəsinə malikdir bu mallar. Hakimləri başa salarıq ki, bu hərəkət xeyirxah, səmimi hisslərdən yaranıb. Elə ən çox hakimlər əlimizdən zəncir çeynəyəcək. Onlar kimi 200'lü tapmaq çətindir. Ən birinci yalancı, fırıldaqçı, rüşvətxor hakimlərdir. Heç darıxma, onda bizimlə haqq hesablaşarlar. Dayan. Ne edirsən? Ver bırak sana deyirəm, ver bırak. Artıq gecdi qoca. Bir bax, kisədə nə vardısa hamısı əriyib getdi. Lap əla, indi gör dünyada nələr olacaq. Ay axmaq, sən neynədin? İşlər korlandı. Bax, mənim günahım yoxdur. Səni saxlamaq üçün bütün imkanlardan istifadə elədim. Günahkar sənsən. Hakimlərə də belə deyəcəm. Qorxma, bütün məsuliyyəti öz üzərimə getirirəm. Sən qayıt dükana, mən də gedim görüm, yeni su cəmaatı nə hala salacaq. Sonra gəlib sənə danışaram. Daha dükanda nə işim var? Bir yerdə gedək. Yeni həyata, dəyişmiş adamlara, riyakarlıqdan qurtarmış dünyaya mən də baxmaq istəyirəm. Sən dükkanı bağlaya bilməzsin axı. O mallara bundan sonra müştəri artacaq. Cəmaat daha cəsur, daha xeyirxah, daha səmimi olmağa çalışacaq. Alverin qızışan vaxtında dükkanı başlı başına qoyub getmək düzgün deyil. Bu elə də tez olmayacaq. Toz təsir edənə qədər yüksək mənəvi keyfiyyətlərin törətdiyi faciələr, toqquşmalar yatana qədər gözləmək lazım gələcək. Sən elə zənn edirsən, o keyfiyyətlər rahat aşılanır. Bu çox əzab verici prosesdə olur. Cəsarət, başılovluluq, səxavət, bədxərclik, səmimilik, axmaqlıq sayılacaq. İki şeydən biri baş verə bilər. Ya əclaflıq insanların qəlbində yeni, xeyirxah keyfiyyətlərə üstün gələcək, onlar daha da qəddarlaşacaq, daha da bədləşəcəklər. Ya da əksinə, cəsur, namuslu, səmimi olmağa öyrənəcəklər. Hiss edəcəklər ki, bu onların təbii halıdır. Odur ki, səninlə getməyin məsləhətdir. Əgər xeyir şərə qalib gəlsə, dükana qayıdıb qapılarını taybatay açaram. İşdir, əgər şər üstün gəlsə, onda Allah bilir nə olacaq.
Diqqət, diqqət. Sizin vahid namzədiniz Əbdülvahid Amin bəy müstəqil siyasi xadimdir. Mustafa Kamil, Mustafa Amin prinsiplərinin sadiq davamçısıdır. Sizin müstəqil namzədinizə səs verin. O nə deyir? Vahid namizədiniz Zeynəhəm Xəffət Paşaya səs verin. Xalqın içərisindən çıxmışdır. Həyatda özü özünə yol açmışdır. Düzgün və mətin insandır. Zeynəhəm Xəffət Paşadan başqa namizəd tanımırıq. Bu haray həşir nə üçündür? Seçki qabağı mübarizə gedir. Abidin dairəsinin deputatı ölüb, indi o yer üçün çağırmışırlar. Əziz və hörmətli seçicilər, Allahın köməyi ilə qəlbimdə aşıb daşan hisslərdən söhbət açmaq istəyirəm. Haqqında danışdığımız adamı təsvir etmək üçün gözəl sözlərə ehtiyac yox. Əziz namizədimiz hakim idi. Heç deputat olmaq barədə fikirləşmədi. Bunu biz xahiş etdik ondan. İstəyirdik ağır həyatımız yüngülləşsin. Deputatlar palatasında möhkəm səsimiz, ədalətli qılıncımız olsun. Mənafeyimiz müdafiə edilsin. Xətxət Paşanı özümüz ki saydığımızdan yardım için ona pənah getirmişik. Bu adama səs verən hər kəs özünə səs vermiş olar. O seçkilərdə qalıb gəlsə, bu qələbə bizimki olacaq. Xətxət Paşanın rəqibi alçaq, murdar, axmaq məxludur. Bizim dairəyə ləkədir. İcazənizlə biraz su içərdim. Aha, əcəb sərin sudur. Harada qaldıq? Siz bir buna baxın, donuz kimi xoruldayır. Bu sür-süfətlə Xətxət Paşa Deputatlar Palatasında hüququmuzu müdafiə etməyə can atır. Bizim su gör nə tez təsir edir. Biz bunun haqqında tərif söyləyirik. Ancaq bu yatır. Kül sənin başına. Nə şərənləyir? Salın onu aşağı. Düş aşağı. Vətən evlatları, sizin çox yormayacağım. Mənim amalım budur. Çox iş gör, az danış. Hörmətli qardaşlar, əgər mənə səs versəniz, deputat seçilə bilsəm, ümumi məqsədim vətənə, xüsusi məqsədim dairəmizin cəmaatına sədaqətlə xidmət etmək olacaq. Buyurun. Su için. Paşa. Görək bu su Xətxət Paşaya necə təsir edəcək. Söz verirəm ki, bizim dairədə bir nəfər də işsiz qalmayacaq. Palatada sizin vicdanınız olacağım. Oradakı çıxışım sizin çıxışınız olacaq. Əlimdən gələn edəcəyəm ki, əlimdən gələni edəcəyəm ki, Şeyxalı. Allah evini yıxsın. Edəcəyəm kidən sonra nə yazıb sənə də baş açmaq olmur. Puh, sənin üzünə. Bu nədir? Ay axmaq oğlu, axmaq. Kim sənə deyib ki, mənim prinsiplərim var? İç açsın da başımıza. Bu həngamanın axırı necə olacaq Allah bilir. Qorxma, hər şey yoluna düşəcək. Bu günlük bəsdir, mən də yorulmuşam. Havadakı qaralıb, gedək dükanda yataq, sabah səhərdən yenə şəhərə çıxarıq. Kimdir? Axı kimdir? Səncə bu gecə vaxtı kim ola bilər? Nə bilim, bəlkə müştəridir, xeyirxah keyfiyyət almağa gəlib. Müştəri yoxşamır.
Götürün bunları. Niyə? El kollarını da bağlayın. Tükeni taktarın. Baş üstə. Belə, düş qabağıma. Öz cinayetin barədə cəmaata özün danışarsan. Mən cinayət eləməmişəm. Nə də günahlandırıldığımı da bilmirəm. Deməli, suyu zəhərli mikroblarla zəhərlədiyini danırsan? Hansı mikroblarla? Yüksək mənəvi keyfiyyətlər mikrobları ilə bütün şəhəri çaxnaşdırıb, hələ rahatca da yatır. Bəli, mikrob adlandırdığınız o tozu Nil çayına mən boşaltmışam. Mən dünyanı düzəldəcəyəm. Paxıllığın, əclaflığın kökünü kəsəcəyəm. Bunun başı xarabdır ki, vurun qollarını. Cənablar, qarşınızda müttəhimlər kürsüsündə oturan bu iki nəfər, dünya yaranan gündən bəşəriyyətin görmədiyi ən qəddar canilərdir. Onlar yeryüzünün öz çirkinliklərini gizlətmək üçün taxtığı maskanı yırtmaq istəmişlər. İnsanlara içərilərini açıb göstərmişlər. Hansı adam riyakarlıq eləmədən yaşaya bilər? O keyfiyyətdən məhrum olanlar bir-birinin üzünə necə baxarlar? Hansı kişi riyakarlıq eləmədən öz arvadı ilə bir gündən artıq ömür sürməyə qadirdir? İnsanlar riyakarlıq etmədən necə iş görərlər? Öz mənafeylərini necə qoruyarlar? Siyasi partiyalar, hökumət necə təşkil olunar? Bəs hakimlər, vəkillər, ümumiyyətlə məhkəmə necə işləyər? Cənab hakimlər, çox danışmaqla vaxtınızı almayacağam. Canilərin cinayətindən hamı xəbərdardır. Onlara güzəştə gedilməməlidir. Mən tələb edirəm ki, bu qəddar canilərə ölüm cəzası kəsilsin. Cənab hakimlər, çox istərdim ki, yüksək mənəvi keyfiyyətlərlə zəhərlənmiş sudan içəyiniz. Axı biz bunda günahlandırılırıq. İddihamçı bizə ölüm cəzası verilməsini tələb etdi. Sizin onunla razılaşacağınıza inanmıram. Çünki ədalətinizə ümid bəsləyirəm. Əlbəttə, dəyişiklərlə əlaqədar olaraq adamların arasında baş qaldıran çaxnaşmalar sizi vahiməyə salır. Amma nahaq yerə. Bu çox təbii haldır. Pis keyfiyyətlərdən yaxa qurtaran kimi hər şey yoluna düşəcək. Cənab hakimlər, müqəddəratımız sizin əlinizdədir. İstəyirsinizsə, bizi ölümə məhkum edin. Riyakarlıq dünyasından yaxa qurtarmaq naminə ölmək layiqli qurban hesab olunar. Siz misli bərabər olmayan cinayətkarlıq etmişsiniz. Odur ki, sizin üçün ölüm cəzası çox yüngül cəza sayıla bilər. Çünki bu, artıq riyakarlıq maskası yırtılmış dünyadan asanlıqla yaxa qurtarmağa sizə imkan vermiş olar. Buna görə də məhkəmə həyatınızı saxlamaq qərarına gəldi ki, başqalarını düçar etdiyiniz bəladan özünüz də çəkəsiniz.
Beləliklə, riyakarlıq və riyakarlar, riyakarlıq dünyası barədə povestim başa çatdı. Mənim povestimdə fantastik şirtmələr də az deyildi. Bu əhvalatı bütün fantastlar kimi bitirmək istədim. Deyilənlərin hamısı yuxuymuş. Gözümü açanda öz eyvanımda rahat divanda uzandığımı gördüm. İş burasındadır ki, bu hadisədəki faktların heç biri uydurma deyil. Bunun yuxu olduğuna yalandan özümü inandırmaq istəməzdim. Ona görə də müsaadənizlə söhbətimi burada kəsirəm. Qoy həmişə xeyirxah, nəcib insanların arzuları çin olsun. Siz görkəmli Misir yazıcısı Yusif Əs-Sibainin Riyakarlıq Dünyası povestinin radyo tamaşasını dinlədiniz. Baş rolları Sadıq Hüseynov və Hamlet Xanızadə ifa edirdi. Tamaşanın rejissoru Tofiq İsmailov, musiqi tərtibatçısı Leyla Əliyeva, səs operatoru Əl-Abbas Quliyevdir. Əsər 1983-cü ildə lentə alınıb.